Əzizlərim, Lorissima Tozlu Pəmbə birinci kitab. Lorissima'nın mən Gökçəni oxumuşdum. Çox maraqlıydı, axıcıydı. Kitab da eyni ilə çox axıcı bir kitabdır. Və nədən bəhs edir? Ayfəri. Çox xoşbəxt bir ailədə göz açıb böyüyən Ayfəri, amma uşaqlığını bir gün qaraldan, uşaq vaxtı olan uşaq düşkününün ona olunan tacizi nəticəsində psixoloji travma alması. Daha sonralar təsadüf nəticəsində əslində milyoner ailəsindən olub, amma sənayeçi milyoner ailəsindən olub, amma polisliyi seçən başqa misal Ömər. Bu travmanı atlata biləcəkmi? Ömər bunda yardım olacaqmı? Ən sonunda Ömər ciddi bir əməliyyata gedir, çünki öz işində çox bacarıqlı bir polis olduğu üçün və ən sonunda o əməliyyatdan sağ-salamat çıxacaqmı? Və bu məhəbbət davam edəcəkmi? Ayfərinin ailəsi qədər yaxın olduğu ailəsi olsa da olmamış hesabı olan Məlikə sinə kanseri ilə, sinə xərçəngi ilə mübarizə aparan Məlikə sağlığına qovuşacaqmı? Və Ömər sayəsində tanış olduğu Yavuzla məhəbbəti başlayacaqmı? Şeyma, tibb bacısı Şeyma, üçüncü bacı kimi olan, öz ailəsi qədər yaxın olan bir rəfiqəsi, həm də otaq yoldaşı, ev yoldaşı Şeyma kimi seçəcək. Barış doktoru ya ona gizli məhəbbət duyan Ayfərinin hərbçi qardaşı olan, abisi olan Muharrəmi. Çox axıcı kitabdır. Yəni ki, sıradan bir qəşəng romandır, məhəbbət romanıdır. Sanki onlarla həmin həyatı yaşayırsınız və səbirsizliklə ikinci kitabı gözləyirəm. Oxumağı unutmayın kitabı. Bütün kitab mağazalarından əldə edə bilərsiniz.